Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev, idarə heyətinin üzvləri və qadın voleybolçular arasında Avropa çempionatının təşkilat komitəsinin üzvləri iştirak ediblər. İlk olaraq 21 avqustda start götürəcək qadın voleybolçuların Avropa çempionatına hazırlığı davam etdirən millimizin məşqi izlənilib. İclası giriş sözü ilə açan Şahin Bağırov, federasiyanın son dövrdəki fəaliyyəti, ölkədə voleybolun inkişafı istiqamətində görülən işlər, uşaq voleyboluna göstərilən diqqət və qadın voleybolçuların Avropa çempionatına hazırlıq prosesi barədə ətraflı danışıb. Nazir Fərid Qayıbov milli komandada yüksək əhval-ruhiyyə müşahidə etdiyini və baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yığmanın uğurlu çıxış edəcəyinə inamını ifadə edib. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Bəhruz Quliyev Avropa çempionatına hazırlıqla bağlı hesabatla çıxış edib. O, təşkilati hazırlıq, logistika, marketinq, media, könüllülər, bilet satışı və digər istiqamətlərdə görülən işlər barədə məlumat verib. Ardınca qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev komandanın iyuldan etibarən sıx qrafiklə yarışa hazırlaşdığını vurğulayıb. Sabahdan etibarən isə Milli Gimnastika Arenasında quraşdırma işlərinə başlanılacaq və arena qarşıdakı günlərdə həm yarışın təşkili, həm də milli komandanın məşqləri üçün tam hazır vəziyyətə gətiriləcək. Qeyd edək ki, qadın voleybolçular arasında Avropa çempionatı 21 avqust 6 sentyabr tarixlərində Azərbaycan, Türkiyə, Çexiya və İsveçin birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin C qrupunun oyunları avqustun 21-28-də Bakıda Milli Gimnastika Arenasında baş tutacaq.